Salam dəyərli müəllimlər. Güvəni test baxan zərfin izahına baxmışdıq. Son bölmə zərfin morfoloji təhlili qalmışdı, ona baxırıq. Başlayaq. O mənim bu alim dostumu sevmir, qətiyyən sevmir. Burada zərf qətiyyən sözüdür. Sadə tərz hərəkət zərfidir. Quruş da mürəkkəb zərfdir. Bu səhv cavabdır. Bizdən səhv soruşur. Cavabımız A'dır. Leksik məna görə əsla tamamilə deməkdir. Bəli, qətiyyən sevmir, əsla sevmir, tamamilə sevmir. Vurğu ikinci hecadır. Qətiyyən sevmir. Doğrudur. Feilə aiddir. Sevmir feilinə aiddir. Tərz hərəkəti bəli. Düzgün cavabımız A olmuş olur. Zarafatina sözünün morfoloji təhlili. Zarafat sözünün kökü, zarafat sözünün kökü yana bura leksikdir. Zarafat yana eyni zamanda vurğu düşür. Sonuncu, yəni 5-ci hecaya. Aha, düzəltmədir, bəli. Tərz hərəkətdir, bəli. Vurğu üçsədir, xeyr, sondadır. Başlanğıc sormalıdır, bəli. Qrammatik yoxdur, başlanğıcdır. Necə sualına cavab verir, bəli. Nümunədə işləmiş zərflərin hamısına aid olmayan. Yayılırdı səsim sözüm pərdə-pərdə. Burada pərdə-pərdə yayılırdı zərfdir. Yayılırdı dalğa-dalğa. Dalğa-dalğa yayılırdı, asta-asta yayılırdı. Hamısı tərz hərəkət zərfidir, mürəkkəbdir. Hamısı da yayılırdı feilinə aiddir. Eyni suala cavab verir, bəli. Quruş da mürəkkəbdir, bəli. Xəbər şəklində işləmiş feilə aiddir, bəli. Zaman var deyə xəbər şəkli sayılır. Tərz hərəkətdir, bəli. Qayıdış növə deyil, məchul növdə. Cavabı ne variantı olur? 94. Zərfə aid fikirlərdən biri səhvdir. Daha çox feilin təsriflənməyən formalarını, xeyr mənim, təsriflənən feilə aid olur daha çox. Təsriflənməyənə aid olur, amma daha çox sözünə görə götürürük bunu, səhv götürürük. Çünki daha çox təsriflərinə aid olmalıdır. Quruş da olur, düzdür. Başqa nitq səhərində ortaq sözləri var. Bəli, məsələn, yaxşı sözü zərfindən sifət ola bilər, çox sözü ədat sayı sifət ola bilər və s. Zaman yer zərfləri daha çox sadə olur. Bəli, tərcə zərflərin bəziləri sifətli ortaq, bəzi suallar sifətli ortaqdır. Bəli, məsələn, necə sualı həm zərfində, həm də sifətin. Hansı fikir səhvdir? Müxtəlif mənalı sözlərin birləşməsindən əməl gələn mürəkkəb zərf bitişi yazılır, doğrudur. İndi tezdir cümləsi zərf zərfə aiddir, doğrudur. Tərcə zərflər cümlədə əsasən zərflik bəzən təyin olur. Xeyr, mənim tərcə zərfi heç vaxt təyin olmayacaq. Cavabın C-dir. Bəzi zərf düzələnli şəkilsəli vurğu qəbul etmir. Söhbət la, ca, casına, ənindən gedir, doğrudur. Yaxşı, pis, iti sözlər başqa sözlərə, həm də bir sıra başqa sözlər həm sifət, həm də tərz hərəkət zərfi olur. Bəli, hərəkət gəlsə tərz hərəkət zərfi, əşya gəlsə sifət olmuş olur. 96. Zərf haqqında səhv. Quruş da sadə özətən mürəkkəbi düzdür. Zərf əsasən zərfli olur, doğrudur. Zərf düzələn şəkilçənin hamısı 2-4 cür yazılır. Xeyr, bir cür yazılanlar var. Ən şəkilçisi var, G şəkilçisi var, anə, yanə var. Cavabın C-dir. Təsvirlənən feillərlə yanaşı təsvirlənməyən feillər aid olur. Bəli. İndi oxumaq üçün desəm, burada təsvirlənməyən aiddir. Zərf cümlədə zərfə aid ola bilər, əlbəttə. Elə bax, bu cümlədə indi gecdir, indi tezdir, bura zərfə aiddir. Zərf haqqında fikirlərin biri doğru deyil. Zərfin 5 məna var. Mənim 4 dənə daxil. Zaman, tərz, miqdar, yer. 5 deyil, 4-dür. Hərəkətin müxtəlif yöndən izah edir. Bəli, zaman, tərz mənasında. Az, çox, xeyli sözləri həm say, həm zərf olur, doğrudur. Az adam say, az danışdı, zərf. Eyni zamanda çoxla xeyli də eyni olur. Zərf sözünün lacasına ca ənvuru qəbul etmir, doğrudur. Dizin, dizili, çin-çin kimi mürəkkəb zərflər, tərkib sərinin heç biri ayrılıqda işləmir, doğrudur. İzaha baxsaz görə bilərsiniz. Nümunədəki zərfin təhlili ilə bağlı səhvi. Xəlvəti məşqinə su doldurub şəhər. Xəlvəti. Xəlvət, xəlvəti. Tərz hərəkət zərfidir. Dür kimi gizlədi, vermədən xəbər. Dür isimdir, kimi də burada qoşmalı. Tərz hərəkət zərfi. Tərz hərəkət zərfidir, doğrudur. Vurğusu 3-cü hecaya düşür. Xəlvəti məşqinə su doldurub. Leksik mənasına gizlincədir. Söz birləşməsinin asıl tərəfidir. İndiki zamanda olan feilə aiddir. Xəlvəti su doldurub. Xəlvəti doldurub feilinə aiddir. Bu da dol, doldur, ub burada indi deyil, keçmiş zamanda. Ona görə cavabın olur E variantı. Söz birləşməsinin asılı tərəfidir. Baxaq görək bir. Xəlvəti məşqinə su doldurub. Burada xəlvəti doldurub feili birləşmədir. Xəlvəti məşqinə su doldurub. Bu da asıl tərəf sayılır. Feili bağlama tərkibinin asıl tərəfidir. Leksik mənasına gizlicə doğrudur. Vurğu 3-cü hecaya düşür. Xəlvəti doğrudur. Tərcə zərfi doğrudur. 99. Zərf haqqında səhv. Yer zərflərdə yer bildirən isimlər kimi konkret məkan bildirir. Müəllim, yer bildirən isim konkret bilirsən Bakıdır, Şəkidir, amma yer zərfi bura deyirəm, düzdür? Nə bilirsən bura haradır? Düzdür? Bura. Və yaxud da ora deyirəm. Dəqiq bilmirsən axı haradır. Ona görə bir səhvdir. Yer zərfi konkretlik bildirmir. Miqdar zərflərə qeyri-müəyyən miqdar sayının ortaq sualı var. Bəli, nə qədər sualı məsələn doğrudur. Bu bildirir yanlışdır, ona görə götürdük. Bizə səhv lazımdır. Bu doğrudur, çıxdıq. Yönlü halda olan yer zərfləri bəzilərində hal şəkilçisi ixtisar edilə bilər. Bax, müəllim, ola bilər. Məsələn, deyirəm ki, bir dəqiqə, o yaman uzaq getdi. Ya da elə birbaşa yazıram ki,
uzaq getdi. Burada əslində uzağa getdi mənasındadır. Uzağa getdi. Sadəcə də yönlü hal şəkilçisi ixtisar və ya da yaxın getdi, yaxına getdi. O nəzərdə tutub deyə ixtisar edilə bilər fikri doğrudur, bunda çıx. Zaman zərfləri qurursa ancaq sadə mürəkkəb olur, xeyr düzəltmə də ola bilər, bu səhvdir. Tərz hərəkət zərflərinin sifət və feili bağlama ilə ortaq sualı var, bəli, tərz bildirir deyə tərz hərəkət zərflərinin sifət və necə deyə bilərsən məsələn. Ona görə bu da doğrudur. Düzgün cavabında 1 ilə 4 olmuş olacaq. Sağ olun müəllimlər, sağlıqla qalın.